Bugün sizinlə gündəlik həyatda istifadə edə biləcəyiniz bir neçə praktik bilgi paylaşacağım. Kəsmə taxtalarımız ən azı həftədə bir dəfə təmizlənməlidir. Bunun üçün bizə duz və limon lazımdır. Bu qarışımla taxtanı ovub yuyub təmizləyirik. Quruladıqdan sonra isə zeytun yağı ilə silirik. Bu proses taxtanın daha təmiz və daha uzun ömürlü olmasına kömək edəcək. Eyni zamanda sunum taxtalarınızı da bu üsulla təmizləyə bilərsiniz. İkinci üsul: əgər geyimlərinizə kofe ləkəsi düşübsə, onu təmizləmək üçün bizə sadəcə bir məhsul lazımdır. Ləkə düşən yeri diş pastası ilə ovub həmişə yuduğumuz qayda ilə yuyuruq. Ləkədən əsər əlamət qalmayacaq. Üçüncü üsul: hər gün toz almaqdan yorulmusunuzsa, məncə bu üsul tam sizə görədir. Bir qədər suyun içərisinə bir neçə damcı zeytun yağı, bir qədər qabuya maye, bəyaz sirkə və efir yağı əlavə edib qarışdırırıq. Toz alacağımız yerləri həmin qarışımla silirik. Zeytun yağı sayəsində səth sürüşkən olmur və üzərinə düşən toz səthdə qalmır. Bu qarışımla evinizdə olan taxta və şüşə səthləri, qapıları, hətta parketləri belə silə bilərsiniz. Dördüncü üsul: əgər geyimlərinizə yağ ləkəsi düşübsə, onu soda və qabuya mayenin qarışımı ilə ovub daha sonra yuyun. Və bugünlük sonuncu üsul: əgər geyimlərinizin boynu makiyajla ləkələnirsə, onu yumazdan əvvəl üz yuma geli ilə yaxşıca ovub daha sonra yuyun. Qeyd edim ki, geyimin rənginin fərqi yoxdur. İstər ağ, istər rəngli geyimləri bu üsulla təmizləyə bilərsiniz.